Var ya bu. Salam aleyküm. Salam ha, salam aleyküm. Ne olub yaman arasın, nə qalsın elə? Bir küp qızıl tapmışdım. Gətirdim bura bağladın TV'ne bastırdım. Gizli girmək üçün də kağıza yazdım qoydum ki, mən bura qızıl bastırmamışam. Tapışdırdım bu ağaca. Ona gəldi ki, yoxdur qızım. Ay nə pis oldu, hani kimdən şübhələnsən, şübhələndiyin var mı heç olmasa? Kimdən şübhələnmirəm? Hamıdan şübhələnirəm, hamıdan. Hamının gözü məndədir. Bir dənə Fazildən şübhələnmirəm. Niyə? Kağız yazıb qoymamışdım buraya itirmək üçün ki, burada qızıl yoxdur. İndi kağızın yerinə bu kağızı qoyublar. Nə yazılıb ki o kağızlar? Burada yazılıb ki, bu bir küp qızılı mən götürməmişəm. İmza Fazil, mən inanmam o Fazilə. Tək hamı o kimi olsun. Qaqa, boşluqdur, bəlkə səhər tezdən ova gedək. Ağa, niyə gedişinlə məşğul ol? O var sən ora. Ay, mən 10 ildir ovla məşğulam. Sən nə danışsan hə? Kaç adam var, işə düşmədi. Elə yaxşı ovdursan sən. Bənə də. Onda mı? 10 dənə yırtıcı heyvanın adını çək. 10 dənə problem yoxdur. Canavar, şir, pələng, ayı, bir də deməli canavar, pələng, şir, ayı, canavar, ayı, şir, pələng. Nə oldu abi? 10 dənə idi, 4 dənə oldu. 6-sı hanı bə? 4 elədi. 6 dənə də timsah eləyir 10 dənə. Yer işinə məşğul ol hə. Qoftu olma. Bilsən niyə şərab içirəm? Çəkdim min cür əzab içirəm. Bilsən niyə şərab içirəm? Salam, Soyuz Parfüm mağazamıza xoş gəlibsiniz. Salam qədəqəm, salam. Hörmətli müştəri, necə kömək ola bilərəm ki, 3 gün qalıcı ətirlərimiz 50 millisi 10 manatdır. Sonra qramı 50 qəpikdən başlayan ətir yağlarınız var. 5 qram alana 2 qram da hədiyyə verilir. Bir də nə ətrafı düşürsən ya? Mən bir manatı səskə çək orada. Tez elə, elə. Qardaş, sən qadan alın. Burada sasik olur, bura ətir mağazasıdır. Yox, dələmi? Səskə. Dağılsın zamanı yar yara. Of, əlin qurusun, əlin qurusun. Əlin şişəsi olsun, nə tərəf vursa geri yata bilməmişəm. Bilsən niyə şərab içirəm? Sən dedin mən bir manatı səskə çəkən oradan, tez elə. Ay, səni qadan alım. Dünən də gəl mənim gözümün altından vursan, başa düşmürsən ki, burada sasika olmur. Burada ətir satılır. Nə istəyirsən məndən? İndi səskə yoxdur, eləmi? Vallahi yoxdur. Yoxdur. Çəkdim min cür əzab. Əlin qurusun, köpək olun adam. Əlin çürüsün. Çəkdim min cür əzab. Bay, xoş gəlsən qardaş. Buyur, bay, sasika var. Bu da sənin sasikan. Qardaş, səskə almışam. İndi mən yumurta lazımdır. Hardasən? 1 saatdır sən gözləm. Gəl çıxdan ha. Dünyada xəbər yoxdur, başıma iş gəlir. Nə olub hə? Sən zəng eləyəndə mən gəlirdim. Liftə mindim. Lift qırıldı da işləmədi. 1 saat liftə qalmışam mən. Yaxşı, hə, nə oldu axırı? Heç nə, zəng elədim, gəldilər, çıxartdılar məni. Sən qadan alım, sən yaxşısan. O günlərim ticarət mərkəzində idim. İşıqlar keçdi, düz 4 saat qaldım. Yoxsa, sən 4 saat liftdən ağardın ha? Nə liftdə? Lift öyle eskalator idi. Deyirlər öz vətənimdən, öz Azərbaycanımdan yoxdurlar. Qurban olum Gəncənin torpaqlarına, yaşıllıqlarına, havasına, suyuna. Ağali, neçə il sən Avropadasan? Dildən zatdan öyrəndinmi heç olmasa? Belədir, 3 dənə dil öyrənmişəm. 3 dənə dil? 3 dənə dil neylisən sən? Birinci qaqa fransız dilidir. Qızlar tutmaqdan, diviziyaya zatdan özün başa düşsən. İkinci dildə alman dilidir. Kimsə qorxuzma, o dil işlədir. Bunda başa düşsən. Üçüncü dildə ingilis dilidir. İş danışıqlarından onu istifadə edirdim, o ingilis dili. Qaqa, bu Azərbaycanca danışmırdın sən orada öz dilimizdən? Danışırdım qaqa. Orada bərbərə gedəndə, bərbər üzümü kəsəndə mən də Azərbaycan dilini onda
ya salat. Ata ne vursun ey beni? Sən min dəfə demişəm özün kişi kimi apar. Atalar sabdan sağ verin. Buyur. Ata, sen de sen derslerimden 5 almışım. Niye yerdin? Sevindiyimdən dəli olaram. Onda deli olmanın ehtiyac yoktur. Ben yine 2 almışım ata. Köpək oğlu. Ay qardaş, sən o bölümdəki qələm qaçdı qızın carı, bir nəzir ver. Ay bacı, bir nəzir ver. Ay xala, ay bibi, bir nəzir ver. Çörək pulu ver, çörək pulu. Ay bibi, 10 qəpik çörək pulu ver. Allah xatirinə. 10 qəpik, çörək 50 qəpik olur. 50 qəpik çörək pulu ver. Aa dostum necəsən? Ne var ne yok? Çox sağ ol Natiq müəllim, çox sağ ol, yaxşıyam. Dostum işler ne tercih edin? Belə də Natiq müəllim, şükür dolandıq. Çok şükür, çok şükür. Natiq müəllim, çoxdan dikərmişsən, mən nəzirimi ver də. Yaxşı, ver o. Natiq müəllim, ola sizə bir sual verim. Ver dostum, ver. Ay Natiq müəllim, sən qabaq mənə 20 manat verirdin nəzir. Sonra 10 manata saldın, indi 5 manata saldın. 20 manat verəndə subay idim, ürəkdən verirdim. Sonra evləndim, 10 manat verdi. İndi də uşaqsad oldu, 5 manat verirəm. Yəni ki qazanalım, xərc çox aldıqca pula qənaət edirəm. Ayıb olsun ay Natiq müəllim sənə, heç səndən gözləməzdim. Niyə, nə olub ki? Siz utanmısınız, mən pulumla ailənizi dolandırırsınız. Nə nə istəyirsən yenə? Aga, bana demiştin 50 manat verəcəm. Ne vermirsən ben? Nə 40 manat? Aga. 30 manat. 20 manat dedin eləmi? Al 10 manat. Yaxşı oldu, görsən adam nətər alladırlar. Mən özüm sən 50 manat dedim ki 10 manat verəsən. Bildim ki 10 manat verəsən elə. Demək mən sənə o saxta 10-luq verməsəydim, sən mən belə aldadacaqdın, eləmi? Alçaq. Qaqa, görsəm nə yazırlar internetə? 10-cu mərtəbədən uşaq düşüb, ölməyib. Nə danışır ha? Qaqa, elə söhbət yaxşı açıldı. Sana bir dənə sual verim də, nə? Buyur. Bax, bir insan 10-cu mərtəbədən gəlir aşağı düşür, ölmür. Ona nə demək olar? O nə heç nə, təsadüf. Yaxşı, qadanam səni. Həmin insan sabahsız gün yenə 10-cu mərtəbədən yıxılır, ölmür. Ona nə demək olar? İkinci səfər yıxılırsa, heç nə olmursa, şansdır da qaqa, şans. Eləmi? Qaqa, birdən 3-cü gün yenə 10-cu mərtəbədən yıxıldı, yenə ölmədi. Onda nə demək olar bəs? Onda heç nə, vərdiş. Ağa da bu. Salam aleyküm. Salam aleyküm. Nə olub, yaman arasın, nə qalsan elə? Bir çup qızıl tapmışdım. Gətirdim bura bağladın tiyuna bastırdım. Yüzünü girmək üçün də kağıza yazdım qoydum ki, mən bura qızıl bastırmamışam. Yapışdırdım bu ağaca. Ola gəldim ki, yoxdur qızım. Ay, nə pis oldu? Hani kimdən şübhələnsən? Şübhələndiyin var mı heç olmuşsa? Kimdən şübhələnmirəm? Hamıdan şübhələnəm, hamıdan. Hamının göz məndədir. Bir də Fazildən şübhələnmirəm. Niyə? Kağız yazıb qoymamışdım buraya itirmək üçün ki, burada qızıl yoxdur. İndi kağızın yerinə bu kağızı qoyublar. Nə yazılıb ki o kağızlar? Burada yazılıb ki, bu bir küp qızılı mən götürməmişəm. İmza Fazil, mən inanıram o Fazilə. Tək hamı o kim olsun. Gəncəli balasıyam, Gəncəli balasıyam, Gəncədə doğulmuşam, Gəncədə qalasıyam. Gəncəli balasıyam, Gəncəli balasıyam, Gəncədir məskənim, Gəncədə qalasıyam. Buyurun, xoş gəldiniz. Oğlan eləyik o zaman, mən Gəncədən gəlmişəm. Qəbul ləzzət elədim. Bu qiymətini deyə götürüm. Əlmon qiyməti üstündədir bir dənə. 100 manat. Oğlan 50 manat verin lan, oğlan. Qardaş, onun üstündə qiymət nə yazılıb? Elə odur. Gördüm mən, 50 manatım var, həll elədim. Yaxşı, kasaya məlumat verərəm, belədir. Bülbüldə nəğmə deməz olsa təmənsiz, İnsan nəyə lazım, yurtsuz vətənsiz. Ne oldu qardaş? Aç o paketi. Ne oldu ki? Nə oldu ha? Ayaqqabı bir tane verirsən. Yani sen 100 manatlı ayakkabı 50 manat verəndə, mən də ayakkabımı bir tane verəcəm daha. Qardaşım, nə olubsa, belə fikirli görsən sən? Heç nə qaqa, arvad mənə boşlayır. Niyə qadanam, nə olub, nə qarsan yenə? Vay qaqa, o günləri evdə bir gizlin qal qoymuşam. İçində də 3 dənə yumurta. Bir də 500 dollar pul tapım vardı.
Çox maclı müxalifət elədi ki, nədir də bu? Bu nədir? Axırda boğaza yığıldı. Dedim arvad, hər sən xəyanət eləyəndə bu qabın içinə bir dənə yumurta qoydu. Həm məzəsən, neysən? Arvad nə dedi bə? Qaqa gördü ki 3 dənə yumurta var. Dedi ki yəqin ki 3 dəfə xəyanət edibsən. Bu dəfə keçirəm günahından bir də olmasın. Bir dayan görməyə başa düşmədim mən. Sənin günahından keçmişsə, və nəyə görsən boşuyur, o bir yana, bu $500 pul nə idi? Elə 500 dolların açıqlamasını verəndən sonra dedi gəl boşanaq. Niyə? Ay qaqa, hər dəfə gördüm qav yumurta ilə dolur, satıb dollara çevirirdi. Axşamı xeyir, nə Vaxtın baxsan? xeyir, ana xeyir. Vay, bu nə vəziyyətdə, ayağına nə olubdu? Elə belə şeydir, iş qəzasıdır. Ay, gecə vaxtlardan gəlsin bura. Heç niyə qaqa, iş axtarım, sənə tezəndən çıxıram, axşam gəlirəm. Evdə acından uşaqlar ha boy didit deyir və yeyir ki. Fikir eləmə, yaxşı olar. Bəlkə sənə bir iş təklif eləyim. Qaqa, əla olar, elə işə ehtiyacım var, qəşəng olardı. Qaqa, mən yəqin görsən də sınıfda kakraz bir köməkçi lazımdır. Sən işə götürüm işlərimi apar da mən. Qardaş, əla olar, kakraz işsizəm elə. Dostluq, qardaşlığın öz yerində şərti şumlar kəsmək lazımdır. Mən maaş nə qədər verəsən? Sən qadan alırım. Bizdə də iş biraz zəifçilikdir. Birinci 2 aya 200 manatdan verərəm. 3-cü aydan sonra 400 manat, 500 manat qaldırırım. İlk 2 ay 200 manat işləyəcəm. Danışdı qardaş. Onda 3-cü ay mən gələcəm, elə 500 manatdan da işləyəcəm. Gəl. Salam. İşə görə gəlmişdim, nə məni çağırtdırmışdınız? Buyur Ələş, bu sivini siz verirsiniz mağazada menecer kimi işləmək. Bəli. Maaş sizin nə qədər qane eləyər? Deməli müəllim 5000 manat maaş istəyirəm. Bəli. Bir də düşünürəm ki, mənə bir qəşəng xarici maşın verəsiniz işə gedib gəlməyə görə. Çox gözəl düşünürsünüz. Sonra Bir də qalmağa ev. deməli sən 5000 deyirsən, amma biz sənin maaşını 7000 düşünmüşdük. Nə gözəl, super. Düzdür, maşın verilməsə də mən şəxsi maşınımı verərəm sizə. Bir dənə də özəl şofer tutaram sənin üçün. Əla. Hə, əla. Sənin üçün hətta şəhərin mərkəzindən bir dənə villa tutmuşuq kirayəyə qalmağa. Doğrudan super. Siz mənə zarafat edirsiniz? Zarafat edirəm. Çünki zarafatı birinci sən başladın. Düz sürü şəhər buradan. Özüm 7000 manat alıram.